Bir neçə tamamlayıcı müalicədən birlikdə istifadə etmək imkanı var. Biorezonans biyofiliya izləyicisi tezlik proqramımız var. Riffe Clark. Millimetr dalğa cihazımız və maqnit stimullaşdırıcı cihazımız var. Transkranial 4 fərqli müalicə biorezonans riffe tezliyi ilə səs Clark. Millimetr dalğası və transkranial maqnit stimullaşdırılması. Xəstədən asılı olaraq yaşadığınız sağlamlıq probleminə görə şiddətinə bağlı olaraq. Simptomlar, onları bir seansda necə birləşdirə biləcəyimiz üçün bir neçə imkanımız var bəzilərində. Hallarda iki müalicəni eyni vaxtda tətbiq edə bilərik və digər hallarda onların ardıcıl formada olması daha yaxşıdır. Əvvəlcə biri, sonra digəri. Bəzi nümunələri qeyd edəcəm. Məsələn, transkranial maqnit stimullaşdırılmasından istifadə edəcəyiksə, əvvəlcə biorezonansdan istifadə etmək daha yaxşıdır. Çünki biorezonans vasitəsilə beynin dərin sahələrini stimullaşdıra və tərk edə bilərik. Damarların, arteriyaların, beyin sapının müxtəlif yerlərində beynin neyron şəbəkələrinə, beynin dərin hissələrindən biz, məsələn, frontal lobu stimullaşdıra bilərik. Lobuloksipital, lobuloparital və ya beynin müəyyən bir sahəsi və biz bu bölgəni daha çox tərk edirik. Biz onu əvvəlcə biorezonansla, sonra isə maqnit stimullaşdırma tətbiq etməklə stimullaşdırırıq. Transkranial, biz neokorteksdə olan neyronları maqnitlə stimullaşdıracağıq və bu daha böyük terapevtik effekt yaradır, çünki beyin artıq stimullaşdırılıb. Belə ki, transkranial maqnit stimullaşdırılmasının böyük üstünlüyü şəbəkələri stimullaşdıra bilməsidir. Neyron. Əvvəlcə biorezonansla dərin neyron şəbəkələrini stimullaşdırsaq ola bilər. Transkranial maqnit stimullaşdırılmasının təsiri də daha dərindir, yəni daha dərin şəbəkələrdə reabilitasiyanı stimullaşdırmaq və yaratmaq imkanı